Tamam əzizlərim, günə nə ilə başlayırıq? Yuyunmaqla. Heç düşünürsünüz ki, yuyunduğunuzda aldığınız sabunların tərkibində nə var? Forever'a qədər hər zaman girib sabun aldığımda çox götür qoy edirdim, təbii axtarırdım. Yenə də öz-özümə zeytunlu görürdüm, limonlu görürdüm. Amma yenə də içimdə bir hiss olurdu ki, inanmıram, köpük olan hər bir şeydə kimyasallıq var, düşünürdüm. Forever'ı tanıdıqdan sonra əzizlərim, gördüm ki, aloe plantasiyalarından aloe yığılıb məhsul istifadəyə verilənə qədər orada aloe yuyulduqda köpüklər çıxmağa başlayır. Siz də görəcəksiniz. Forever Living plantasiya yazın, görəcəksiniz əzizlərim. Siz deməyin ki, aloe'nin tərkibindəki saf banin yuyucu maddə imiş. Antibakteriyanlı, antifunganlı. Ümumiyyətlə göbələyə qarşı, viruslara qarşı çox gözəl bir məhlul imiş, vasitə imiş. Forever sabunları ondan hazırlanır əzizlərim. Bax, gördüyünüz bu sabun hər kəsə lazımdır. Heç bir zərəri olmadan, hətta bəylərimiz üzlərini qırxarkən, başlarını yuyarkən belə bununla yuya bilərlər, yağlı dəyirlər. Bununla yuya bilərlər. Xanımlarda uzun saçı olduğu üçün olmur. O yüzden də amma bəylərdə bunu etmək olur. Mən yuyuram məsələn. Məndə saç problemim var. Mən yuyuram. Bunun yanında bir duru sabunumuz da var. Yanında yoxdur indi. Biz yeni doğulmuş körpələrə o duru sabunla istifadə edirik. Niyə? Həm yaşardıcı deyil, həm də uşaq doğulduqdan sonra kimyasalla rastlaşmasın deyə o bizə çox ləzzət edir. Uşağın dərisi sağlam olur, dəridən nəfəs alır və heç bir bakteriyalar uşağın daxilinə getmir. Yəqin sizlər bilirsiniz ki, dərimiz bizim nəfəs alan orqanımızdır. Biz də nəfəs aldığında kimyasal olmasın, biz toksinlərlə zəhərlənməyək deyə aloe vera sabunundan istifadə edəcəyik. Özəlliklə sözün yeniyetmələridir. Onlar yeniyetmə dövründə üzdə pirişiklər yaranır, belə diskomfort bir şeylər yaranır da, yağlılıq yaranır. Məhsul mükəmməldir. Bütün bunları ortadan qaldırır əzizlərim.